Salam əziz izləyicilər. Sığortalı dost yenidən qarşınızdadır. Məlumat verdiyimiz kimi Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı ilə sığorta sahəsində daha bir tədqiqat işi aparılıb. Bu dəfəki tədqiqat işi sığorta agentlərinin sektorun inkişafındakı rolu və əhəmiyyəti mövzusuna həsr olunub. Tədqiqat işindən hasil olan nəticəni studiyamızın qonağı ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevlə müzakirə edəcəyik. Salam Pərviz müəllim, xoş gəlmişsiniz. Sizi verilişimizdə salamlayıram. Salam, xoş gördük Aytən xanım. Pərviz müəllim, ASA olaraq yeni bir tədqiqat işi apardınız və bu dəfə sığorta agentlərinin yerli sığorta bazarındakı rolunu araşdırdınız. Bax, belə bir tədqiqat işinin aparılmasında əsas məqsəd, əsas zərurət nə idi? Çox sağ olun suala görə. Bildiyiniz kimi bizim sığorta bazarı dinamik inkişafda etməkdə olan bir sığorta bazarıdır. Yəni ölkəmiz inkişaf etməkdə olduğu üçün bizim sığorta bazarını təbii ki inkişafı ilə bağlı daimi əsasda biz araşdırmalıyıq, hansı problemlər var, bunları necə aradan qaldırmaq olar və görülən işlər necə olmalıdır, bu tədbirlər strategiyalarda, yəni xüsusilə də sığorta şirkətlərinin strategiyalarda necə öz əksini tapmalıdır, bu bir elmi yanaşmadır. Ona görə də bütün sahələrdə olduğu kimi sığortanın da artıq buna təbii ki ehtiyacı var. Bildiyiniz kimi biz son 2 ildə 4 tədqiqat layihəsi həyata keçirmişik. Yəni, son layihədə biz nəyə görə bu mövzunu seçdik? Çünki agentlər bir satış kanalı olaraq çox klassik və ənənəvi bir satış kanalıdır. Və baxmayaraq ki, bizim də sığorta bazarında müəyyən bir formalaşmış agent şəbəkəsi var. Düzdür, məsələn, bu şirkətdən şirkətə dəyişə bilir. Xüsusilə də həyat sığortasında bu biraz fərqli yanaşmadır, amma daha çox agent şəbəkəsi olan deməli şirkətlər, bunlar qeyri-həyat sığorta şirkətləridir ki, bunların da inkişaf etməyə, təbii ki, müəyyən strategiyalarında tədbirləri daimi əsasda nəzərdə tutmağa ehtiyac var. Və biz belə qərara gəldik ki, ümumi bir vəziyyəti araşdıraq. Yəni, bu satış kanalının hal-hazırda ilkin görünən mənzərəsi ondan ibarətdir ki, bizim sığorta bazarında satışların demək olar ki, təxminən 20%-dən aşağı bir hissəsi agentlər vasitəsilə həyata keçirir. Amma nəzərə alsaq ki, bax, bu araşdırmada biz beynəlxalq bazarında, ümumiyyətlə agentlərlə bağlı olan satış kanalında araşdırmışdıq. Elə ölkə var ki, orada satış kanalı olaraq agentlər 80%-ə qədər satış edə bilirlər. Yəni, bizə ən yaxın ölkələrdən biri olan Türkiyədə bu təxminən 58%-ə bərabərdir. Ona görə də bax, bu məsələ bizi düşündürdü ki, nəyə görə bizdə agent kanalı, deməli, bir satış kanalı olaraq lazımı qədər inkişaf etməyibdir. Baxmayaraq ki, bununla bağlı kifayət qədər potensial var və ona görə də biz bunu araşdırdıq. Və təbii ki, istənilən bir araşdırmanın ortaya qoyduğu konkret suallar var. Yəni, biz buna araşdırma dilində hipoteza deyirik. Ona görə də ilkin olaraq hipoteza ondan ibarətdir ki, niyə bizim agent satış kanalı lazım olan potensialdan aşağıdadır və bunun inkişafı ilə bağlı maneələr nədən ibarət? Ona görə də bax, bu sualların ətrafında biz araşdırmanı həyata keçirdik və kifayət qədər də maraqlı nəticələr əldə etdik. Ümumiyyətlə, bax, bu araşdırmada hansı regionlara üst tutdunuz və kimlər tədqiqat işində iştirak edirdi? Onların yaşları nə qədər idi? Onların gender məhsubiyyəti necə ölçülürdü və bu sair kimi sualların cavablarını harada tapdınız tədqiqat işinizdə? Əlbət ki, mən bəzi rəqəmləri, statistik məlumatları özümdən götürmüşəm. Ola bilsin ki, bəzi hallarda mən müraciət edəcəm, burada qeydlərim var. Amma hal-hazırda sizin sualınızın cavabı olaraq qeyd edim ki, ümumiyyətlə bildiyiniz kimi iqtisadi baxımdan ümumiyyətlə Azərbaycanın bölgələrini biz müqayisə etdikdə təbii ki, Bakı, Abşeron yarımadası daha inkişaf etmiş bir bölgədir. Nəyə görə? Əhalinin aktiv bir hissəsi buradadır. Yəni, həm alıcılıq qabiliyyəti baxımından, həm işgüzarlıq baxımından daha çox əhali bu araşdırmada da o öz belə deyək də təsirini göstərdi. 62% bizim müraciət elədiyimiz respondentlər
Bakı şəhərində idi. Və əlbət ki, yerdə qalan faiz bu regionlara əhatə edildi. Nəzərə alsaq ki, bizim sığorta satışları təkcə Bakıda baş vermir. Baxmayaraq ki, böyük hissəsi Bakı şəhərindədir. Eyni zamanda burada respondentlərin deməli 207 nəfər biz seçmişdik. Bunlar agentləri idi, hansı ki biz onları müəyyən deməli həm sığorta şirkətlərinin vasitəsilə, həm agentlərin özlərinin vasitəsilə bu deməli respondentləri biz bir araya gətirdik. Təbii ki, nəticədə bəlli oldu ki, onlardan müəyyən bir hissəsi işləmir artıq, dayandırıbdı fəaliyyətini. Təbii ki, bununla da bağlı araşdırma nəticələri vardı ki, nəyə görə dayandırıbdı, səbəblər nə idi? Amma əlbət ki, bax bu 207 nəfər respondent arasında keçirilmiş sorğu burada mən özüm də biraz təbii ki, bir təəccüblü qarşıladım. Mən təbii ki, tanıyırdım ki, bizim agentlər arasında xanımlar da var. Amma belə məlum oldu ki, bu respondentlərin deməli təxminən 75% kişilərdir. 25% isə agent xanımlar fəaliyyət göstərirlər. Yəni bunlar da bizim sorğuda çox aktiv şəkildə iştirak etdilər. Bizim qoyduğumuz sualları çox maraqlı sualları idi. Təbii ki, onları demək olar ki, hamısını ətraflı geniş şəkildə cavablandırdılar. Tamamilə siz düz deyirsiniz. Yəni görsənən rəqəm də xanımların say olaraq az olduğunu göstərir. 25% olaraq göstərir. Amma sığorta agenti deyəndə elə insanın da ağlına bu bir kişi peşəsi kimi sanki gəlir. Ona görə də 25% də olsa hər halda bu sahəyə ümumiyyətlə bu peşəyə xanımların marağının olması yəqin ki müsbət bir göstəricidir. Gəlin elə tədqiqatın nəticələrindən danışaq və təbii ki, tədqiqat aparanda agent işindən razı olanlara və razı olmayanlara rast gəldiniz. Bax, hər iki halın səbəbi nələrdir? Çox sağ olun, maraqlı sual üçün. Mən ilk öncə bu suala cavablamazdan öncə mən qısa şəkildə bir mənzərəni sizə istəyərdim ki, açıqlayayım. Ümumiyyətlə, agentlərlə bağlı vəziyyət nədən ibarətdir? Ümumiyyətlə, qeyd etdiyim kimi bu agent satış kanalı ümumiyyətlə sığortada çox ənənəvi və təbii ki, aparıcı kanallardan biridir. Bunun aparıcı və ümumiyyətlə əhəmiyyətli olması nədən ibarətdir? Aytən xanım, burada biz yadınızdadırsa, bütün demək olar ki, efirlərdə, ümumiyyətlə bu elə tədqiqat layihələrində, nəticələrində mütləq təbliğatla, maarifləndirmələrlə bağlı hansısa bir təkliflərə, tövsiyələrə gəlib çıxır. Yəni, nəticə etibarilə bu mövzunun hansı formada olmasına asılı olmayaraq, bu gəlir deməli sığortanın birbaşa o maarifləndirməklə, təbliğatla əlaqələrinə də gəlib çıxır. Burada təsəvvürə gətirin ki, bu agentlərin bir satış kanalı olaraq təkcə satışı artırmaq kimi yox, eyni zamanda çox deməli keyfiyyətli bir təbliğat instrumenti kimi qiymətləndirmək lazımdır. Bu nəyə görə? Təsəvvürə gətirin ki, sığorta şirkətlərinin baxmayaraq ki, özündə müxtəlif satış bölmələri var. Bunlar korporativ satış bölməsi ola bilər, birbaşa satışlar ola bilər, müxtəlif fiziki şəxslərlə müştəri olaraq satış kanalı ola bilər, banklarla əlaqəli satış kanalı ola bilər və s. Yəni, təbii ki, bu şirkətin o satış departamentinin, satış bölməsinin böyüklüyündən, müxtəlifliyindən asılıdır. Amma təbii ki, bütün şirkətlərdə, xüsusilə də mən qeyd etdim ki, qeyri-həyat sığorta şirkətlərində bu daha çox geniş yayılmış bir satış kanalıdır, agentlərlə bağlı. Satışlarla bir iş bölməsi olur, struktur bölmə olaraq. Yəni, bunların idarə olunması, onların müxtəlif problemləri ilə məşğul olmaq, onları dinləmək, bu kanalı necə inkişaf etdirmək kimi məsələlərlə məşğul olan bir bölmələr var. Ümumiyyətlə, bax, bu nöqteyi nəzərdən nəzərə almaq lazımdır ki, sığorta şirkətləri nə qədər bundan öncə dediyim o kanallara daimi xidmət edən, daimi ştatda olan əməkdaşları saxlayırsa, amma agentlər bunlar sahibkarlardır. Yəni, bunlar sığorta şirkətinin əməkdaşları deyil. Yəni, bunlar müstəqil olaraq lisenziya alırlar. Bilirsiniz ki, bizim qanunvericiyə uyğun olaraq sığorta vasitəçiləri mütləq qayda attestasiyadan keçməlidir. Bundan sonra lisenziya üçün müraciət edirlər Mərkəzi Bankdan, alırlar və sonra fəaliyyət göstərirlər müstəqil şəkildə. Amma təbii ki, bunlardan
nə qədər o lisenziya almış agentlərdən gələcəkdə uğurlu olur və yaxud da ki, hansı bir müddətdə bu sahədə fəaliyyət göstərdikdən sonra yarı yolda qoyur və yaxud da ki, daha dərinə gedir. Bu başqa mövzudur. Amma burada nəzərə almaq lazımdır ki, həmin o agentlər nə qədər ki, sayı çoxdur, nə qədər ki, bunlar müstəqil fəaliyyət göstərirlər, istənilən bir müştəri ilə ünsiyyətdə olduqda bunlar o məhsulla bağlı, sığorta ilə bağlı çox geniş şəkildə izahat verirlər. Yəni bunun özü həmin o təbliğatın təsəvvürə gətirin ki, biz əgər məsələn hansısa bir məhsul barəsində efirdən, televiziyadan, radiodan eşidiriksə, onu dinlədikdə, gördükdə aldığımız effekt həmin o agentin üzbəyüz müştəri ilə izahının effektindən qat-qat aşağıdadır. Belə çıxır ki, agentlərin o üzbəyüz sığortanı təbliğ etməsi, məhsulu daha gözəl, daha aydın şəkildə izah etməsi bu bir üstünlükdür. Ona görə də təbii ki, bax bu agentlərin şəbəkəsinin daha geniş olması, onların günü-gündən sayının çox olması bu prioritetdir. Bax bu prioritetə görə də eyni zamanda bizim deməli bu araşdırmaya baş vurmamız, bu məsələni araşdırmamız bax bu da bir səbəb olmuşdur. Ona görə də bax burada sizin indi sualınıza gəldikdə təbii ki də burada biz dediyim kimi öncə qeyd elədim bir xarici təcrübəyə də baxdıq. Ümumiyyətlə xarici təcrübədə təsəvvürə gətirin ki, hal-hazırda nə baş verir də. Həm agent şəbəkəsi bir ənənəvi şəbəkə olaraq çox geniş bir şəbəkədir. Bunların satışları gün-gündən artır. Eyni zamanda aparıcı dövlətlərdə, aparıcı sığorta bazarlarında texnologiyaların, yeni deyək ki, onlayn satış kanallarının, eyni zamanda inşutexin inkişafı nəticəsində satışlar o istiqamətdə də artır. İndi bax belə bir sual ortaya çıxır ki, əgər biz konkret olaraq o deyilən günün vacib deyək ki, görülməli işləri olan inşutex, mobil tətbiqlər, yeni texnologiyalar, onlayn satış kanalı, bunların inkişafını da biz gündəmdə saxlamalıyıq. Amma təsəvvürə gətirin ki, siz hər hansı bir vətəndaşa dedikdə ki, siz onlayn tətbiq vasitəsilə bu məhsulu ala bilərsiniz. Amma birinci növbədə orada sual çıxır ki, bu vətəndaş həmin məhsulu tanıyır yoxsa yox. Ona görə də agentin burada rolu çox əhəmiyyətlidir ki, agent o təbliğatda çox vacib rol oynayan, dediyim kimi məhsulu çox ciddi şəkildə, ətraflı şəkildə izah edən bir deməli resursdur. Bax bu baxımdan agentin əhəmiyyəti həqiqətən sığorta bazarında, xüsusilə də satış kanalı olaraq çox əhəmiyyətlidir. Və əlbəttə ki, bax bizdə ortaya çıxan nəticələrdən belə müəyyən deməli göstəricilər var idi ki, agentlərin bu günləri müəyyən bir hissəsi hansı ki illərlə formalaşmış bir müştəri portfeli özü üçün əldə edibdir və o müştəri bazasının formalaşdırılmış agentlərin müəyyən bir hissəsi artıq deməli yeni məhsullarla bağlı, xüsusilə də könüllü məhsullarla bağlı hansısa bir yeniliklər etməyə, daha yaradıcı yanaşmağa və yaxud da ki o portfelini böyütmək kimi çox da marağı yoxdur. Başqa sözlə desək, hardasa müəyyən bir komfort zonaya düşübdür. Bu nə deməkdir? Bu deməkdir ki, yeni agent nəsli yetişməlidir və yeni agent nəsli hansı ki, daha çox enerjili, daha çox satmağa həvəsi olan insanlar, onlar xüsusilə də həm ümumi satışların artımına, eyni zamanda bax bu tədqiqatın nəticəsində ortaya çıxdı ki, bizim agentlərin böyük əksəriyyəti ancaq icbari avtomobil sığortası ilə məşğuldur. Yəni daha çox satışlar bu istiqamətdə gedir. Ona görə də bax burada da təbii ki, bax bizə o nəticə olaraq tədqiqatın verdiyi ən ciddi mesajlardan biri ondan ibarət idi ki, yeni agent nəsli yetişməlidir. Bəli. Yəni agentlərin sayı günü-gündən çoxalmalıdır. Bunun üçün təbii ki, şirkətlərin, sığorta şirkətlərinin birinci növbədə marağında olan bir məsələdir ki, onlar öz agent şəbəkəsini artırmaq üçün birinci növbədə öz strategiyalarında bax bu tədbirləri mütləq daimi əsasda, regular olaraq təqib etməlidirlər və bax bunun nəticəsində biz təbii ki, yeni bir agent nəslinin yetişməsini görə bilərik. Yəni bu olmadığı halda əlbəttə ki, o satışlar da yerində qalacaqdır və dediyim kimi satılan məhsulların strukturu da çox dəyişməyəcəkdir. Bax bu mənim fikrimcə bizə verilən əsas mesajlardan biri ondan ibarətdir ki,
mütləq qaydada yeni agent nəslinin yetişməsi üçün sığorta şirkətləri çox strateji addımlar atmalıdır. Ümumiyyətlə, Pəriz müəllim, çox doğru və vacib məqamlardan birinə toxundunuz. Siz əvvəlcə bütün sığorta satışı və ümumiyyətlə sığorta məhsullarının vətəndaşa çatımlılığının artıq elektron yolla, onlayn şəkildə həllərinin getdiyi bir zamanda olduğumuzu qeyd etdiniz. Bu zamanın gerçəkliyidir, tələbindən daha çox gerçəkliyidir və bir müddət sonra, daha sonra siz deyirsiniz ki, agentlər daha çox avtoicbari növ üzrə satışla məşğuldular. Amma bir müddət sonra vətəndaşımızın avtoicbari növü əldə etmək üçün agentə ehtiyacı olmayacaq, düzdürmü? Bəli, tamamilə haqlısınız. Amma bax, bu da bizim tədqiqatın nəticəsində ortaya çıxan məsələdən biridir ki, agentlərin müəyyən narazılıqları sırasında deməli, şirkətlərin birbaşa onlayn satışlar aparması və yaxud da ki, məsələn, onlayn satışlarda tutalım ki, və yaxud da ki, onlayn o kanalların yaradılmasında agentlərin birgə orada fəaliyyətini onlar qeyd edirdilər ki, təbii ki, bax, bu kimi məsələlər onların satışlarına təsir edir. Amma mən sizə deyim ki, o da belə bir fikir formalaşdırmaq ki, mütləq qaydada təbii ki də bu bütün satışlar agentləri vasitəsilə olmalıdır. Yəni bu da düzgün deyil. Bəli. Çünki qeyd etdiyim kimi hal-hazırda o satış strukturuna baxdığımızda biz onu müşahidə etdik ki, agentlərin ən çox satdığı qeyd etdiyim kimi icbari avtoməsuliyyət sığortasıdır. Və əgər bax o yeni agent nəsli yetişərsə və yaxud da ki onların sayı daha da çox olarsa, eyni zamanda paralel olaraq məsələn təbliğatın kütləviləşməsi gətirib ona çıxara bilər ki, digər başqa xüsusilə də könüllü məhsullar müştərilər tərəfindən daha çox müraciət oluna bilər. Bu halda hesab edirəm ki, o tarazlıq, balans düzələ bilər, bərpa oluna bilər. Bax, məsələn, bu da deməli tədqiqatın nəticəsində ortaya çıxan məsələlərdən biri idi ki, həqiqətən biz onu, yəni bax, bu elmi araşdırmada tam belə deyək də bir daha sübut olundu ki, bəli, mütləq qaydada bu agent təsəvvürə gətirin ki, deyir ki, mən müştəriyə məhsulu təqdim edirəm. Baxmayaraq ki, biz qeyd elədik, o izah edir, ətraflı şəkildə onu məlumatlandırır. Amma bəzi halda təbii ki, bu da bir çətinlik ola bilir. Məsələn, o agent tam da məhsul haqqında ola bilər ki, məlumatlı deyil. Yəni, belə hallarda var idi ki, onlar mütləq təlimlər istəyirlər, geniş ətraflı şəkildə məhsullarla bağlı biliklər əldə etmək istəyirlər. Amma təsəvvürə gətirin ki, təcrübə nəyə göstərir? Təcrübə onu göstərir ki, əhalinin nə qədər çox sığorta barədə məlumatlı varsa, yəni bu məlumatlıq səviyyəsi nə qədər yüksəkdirsə, artıq agent gəlib satış edəndə də onun o dialoqu daha asanlaşacaqdır. Nəyə görə? Çünki müştəri müəyyən qədər artıq məlumatlıdır, yəni sığortadan xəbərdardır. Bax, bu da haradasa o satışların əngəllənməsinə və yaxud da ki, məsələn, müştəri tərəfindən daha çox icbariyə meyillik nə deməkdir? Bu təsəvvürə gətirin ki, başa düşür ki, icbarini belə almasa bunu cərmələyəcəklər, amma eyni zamanda onun icbari sığortaladığı o avtomobil bahalı bir avtomobildir, amma onun könüllü kaskosu yoxdur. Bəli. Yəni, təbii ki, o könüllü kaskosunu da ala bilər, baxmayaraq ki, məsələn, bahalı bir avtomobili sığortalamaq bu sahibi üçün çox da maliyyə baxımından çətin deyil. Amma onun həmin məhsul haqqında məlumatın az olması, müəyyən qədər sığortaya önəm verməməsi, o riskin fərqində olmaması, bunlar hamısı yenə paralel olaraq gəlib nəticə etibarilə orada dayanır ki, bəli, deməli, agent o məhsulu təqdim edənə qədər müştərinin özünün sığorta haqqında, sığorta xidmətləri haqqında müəyyən məlumat olmalı. Amma agent də eyni zamanda avtoicbari sığortanı satdığı zaman ən azından avtoicbari sığortanın verdiyi təminat barədə tam olaraq bir məlumat verməlidir sığortalıya. Çünki bəzən sığortalı avtoicbari sığortanı əldə edir, amma daha sonra kasko sığorta ilə bağlı bir hadisə baş verir və bu hadisəyə görə təminatı avtoicbari sığortasından istəyir. Yəni, ən azından agentlər o kəslərdilər ki, onlar birbaşa vətəndaşla üzbəüz dayanıb ona məlumat verə biləcək bir pillədə dayanırlar və çox vacib halqalardan biridirlər sığorta satışlarının
həm həyata keçirilməsində, həm də artımında, yəni artımı əgər müşahidə olunacaqsa, burada ən vacib halqalardan biri məhz agentlərdir. Evet, Yəqin ki. Ümumiyyətlə, bax, siz agentlərlə söhbət elədiniz və tədqiqat apardınız, suallar verdiniz onlara, müəyyən yəqin ki, cavablarını da eşitdiniz və müəyyən yəqin ki, təkliflərini də eşitdiniz agentlərin. Nə deyirlər agentlər? Satışın artırılması üçün, başa düşdüm ki, onlar onlayn satışda biraz problemlər görürlər ki, yəni onlayn satış olmasaydı, agent satışı daha çox həyata keçirilə bilərdi. Bu şəkildə öz fikirlərini... Bu elementlərdən biridir, amma başlıca səbəb olaraq, yəni təbii ki, tədqiqatda daha çox respondentlərin mane olan səbəb kimi göstərdiyi komissiyanın aşağı olmasıdır. O da yenə sizi inandırım ki, ondan qaynaqlanır ki, yəni komissiya bu deyəndə birinci növbədə bunların ən çox satdığı avtomobilin icbari sığortası, yəni icbari avtoməsuliyyət sığortası. Burada da illər öncə bu məsələlər çox ciddi şəkildə deməli təhlil olunmuşdu. Müəyyən səbəblərdən ciddi narazılıqlar vardı. Əsas narazılıq ondan ibarətdir ki, daha kiçik həcmli mühərrikli avtomobillər, bunlar ümumiyyətlə sığorta portfelində zərərli avtomobillər idi. Bunlarla da bağlı şirkətlərin narazılığı vardı ki, bunlara ümumiyyətlə komissiya verilməsi və s. Təbii ki, bu icbari olduğuna görə mütləq sığortalanmalıdır. Ancaq yenə də məsələ gəlir onun ətrafında fırlanır ki, agentlərin satdığı məhsullar daha çox bu icbari avtoməsuliyyət olduğuna görə də problem də oradan qaynaqlanır ki, ona komissiya az verirlər. Çünki dediyim kimi zərərli bir məhsuldur. Və narazılıqlar da ondan ibarətdir. Bəzi hallarda təbii ki, indi bilirsiniz ki, icbari sığortalarla bağlı qanunun müəyyən elədiyi maksimum deməli hədd var ki, bundan o tərəfə deməli komissiya vermək olmaz. Amma narazılıqlar nədən ibarət? Məsələn, qeyri-rəsmi komissiyalar var, hansı ki, düzdür, onun hal-hazırda müəyyən qədər bazarda tənzimlənmələri var bundan bağlı. Bundan öncəki illərdə bu daha çox idi. Amma əfsuslar olsun ki, müəyyən yerlərdə hələ də bu məsələ aktual qalır, az bir hissədə olsa. Sonra təsəvvürə gətirin ki, məsələn, agentlər deyir ki, əgər hər hansı bir məhsula görə ümumiyyətlə tutalım ki, komissiya verilmirsə də, baxmayaraq ki, bu da nə qədər deyək ki, düzdür və yaxud səhvdir, amma heç olmasa minimal komissiyanın həddini müəyyən edirlər ki, bax, bu da bizim satışlara... Yəni, təklifləri budur, satışın artırılması istiqamətində. Sonra ən vacib amillərdən biri ki, məsələn, qeyd olunur ki, və xüsusilə də bunu tədqiqat nəticəsində göstərdi ki, məsələn, siz də qeyd elədiniz, tutalım, agentlərin hamısı eyni səviyyədə bilikli deyirlər. Xüsusilə də, məsələn, sığorta məhsullarını təqdim edəndə, o məhsulun təminatları nədən ibarətdir, hansı risklər təminat altına alınır, istisnalar nədən ibarətdir və s. Bax, bunları çox düzgün izah etmək, müştəriyə çatdırmaq nə qədər vacibdirsə, eyni zamanda onların müəyyən bir yumşaq vərdişlərlə bağlı bacarıqların olması, məsələn, xüsusilə ortaya çıxdı ki, məsələn, bütün agentlər... Ünsiyyət bacarıqları. Ünsiyyət bacarıqları nə qədər vacibdir orada. Eyni zamanda, məsələn, o prezentasiya qabiliyyəti, deyək ki, məhsulu çatdırmaq, məhsulla bağlı ətraflı biliklərə sahib olmaq. Bax, bunlar hamısı təlim məsələlərində birləşir ki, məsələn, çoxlu olaraq düzdür, onların biz suallar ətrafında başa düşdük ki, müəyyən təlimlərdə iştirak ediblər. Amma onların çoxlu olaraq özünün marağı, o təlimlərin daha çox olmasındadır. Təbii ki, bunu şirkətlər etməlidir. Bu da bir motivasiyadır agentlər üçün. Bax, bu kimi məsələlər satışlara mane olan məsələlərdir. Eyni zamanda, ümumiyyətlə, bax, bu satışların mən deyərdim ki, başlıca səbəbi, yəni aşağı olmasının, bax, o yeni agent nəslinin olmaması, hansı ki, dediyim kimi, köhnə agentlərin müəyyən bir komfort zonada olması və artıq onların müəyyən bir portfeli formalaşıb yeni müştəri dalınca qaçmaq kimi bir həvəsləri yoxdur. Amma o yeni nəsil formalaşdıqda, təbii ki, onlar daha çox axtarışda olacaqlar, daha çox gəzəcəklər. Bu halda satışların artma, təbii ki, şansı var. Eyni zamanda biz o strukturu dəyişdirməliyik. Yəni, satışda bugün ortaya çıxır ki, ən çox satılan avtomobilin icbari sığortasıdır. Amma bizim nə qədər könüllü növlər var. Eyni zamanda, məsələn, deyək ki, icbari sığortalardan çox aktual, məsələn, daşınmaz əmlakın icbari sığortası,
Bu da çox vacib bir məhsuldur. Məsələn, orada da nəticədə çıxan məsələlərdən biri ondan var ki, nəyə görə bax bu daşınmaz əmlakla bağlı satışlar azdır. Təbii ki, təkliflər də var idi. Hətta indi onu təbii ki, agentlərdən öncə ekspertlər də bunu bilirlər ki, bizim hal-hazırda bildiyiniz kimi daşınmaz əmlakın icbari sığortası ilə bağlı nəzarət mexanizmi yoxdur. Baxmayaraq ki, bunu qanun tələb edir. Ona görə bax orada da verilən təkliflərdən biri də ondan ibarət ki, daşınmaz əmlakla bağlı nəzarət mexanizmləri gücləndirilməlidir ki, bununla bağlı satışlar artsın. Amma paralel də dediyim kimi daha çox könüllü məhsullara fokuslanmaq, yəni bunların da satışının birinci növbədə artırılması üçün öncə qeyd etdiyim kimi əhalinin bu məhsullarla bağlı daha çox məlumatlı olması, daha çox maariflənməsinə ehtiyac var ki, bunun birinci növbədə sığorta şirkətləri etməlidir. Bəli, sizin dediklərinizi ümumiləşdirsək, tədqiqatdan belə bir nəticə çıxarmaq olar ki, bəli, yeni sığortalılar nəslinin yetişməsi üçün yeni agentlər nəsli yetişməlidir əvvəlcə ki, onlar da yeni sığortalıları yetişdirsinlər. Bu tamamilə düz qeyd edirsiniz bu məqamla bağlı. Çünki insanlarımızın beyinlərində də bir sığortaya yanaşmanın dəyişməsi lazımdır. Çünki sığorta təkcə icbari olduğu üçün yox, həm də lazım olduğu üçün həyatımızda mütləq bir şəkildə olmalıdır. Sığorta agentlərinin təlim ehtiyaclarından danışdınız. Bu mövzuda biraz daha ətraflı məlumat vermək istəyirəm. Ümumiyyətlə, sektor bax bununla bağlı hansı işləri görür? Sığorta agentləri təlim ehtiyaclarını nə dərəcədə ala bilirlər? Ala bilirlərmi ümumiyyətlə? Çox maraqlı bir məqama toxundunuz. Mən elə verilişə gəlməzdən öncə bir məsələni özüm üçün araşdırırdım. Bildiyiniz kimi, sığorta agenti fəaliyyəti ilə bağlı mütləq qanunun tələbi var ki, lisenziyalı olmaq lazımdır. Lisenziya almadan öncə Mərkəzi Bankda mütləq imtahan vermək lazımdır. Mən həm keçən il deməli müraciət edənlərin siyahısını çıxartmışdım. Mərkəz Bankın internet səhifəsində rəsmi məlumatlar var. Eyni zamanda bu ilin 6 ayı ilə bağlı mən baxdım. Deməli, burada ortaya çıxan mənzərə ondan ibarət ki, keçən il, deməli, keçən ilin 7 ayı ərzində bu imtahan üçün başvuran deməli, namizədlərin təxminən 47% keçibdir imtahandan. Bu il o rəqəm çox aşağı düşübdür. Bu ilin 6 ay ərzində 29,5% belə bir keçid var. Yəni, bu nəyi deməyə əsas verir? İndi mən təbii ki, həmin o təlimlərdən də xəbərdaram, oradakı attestasiya ilə bağlı olan test suallarından. Hesab edirəm ki, bu təlimlərlə bağlı, yəni düzdür, ora müraciət edənlərin hamısı konkret hansısa bir, tutalım ki, təlim şirkətində və yaxud da ki, bir təlim mərkəzində o təlimi keçmir, yəni hazırlıq təlimini. Məsələn, insanlar var ki, özü hazırlaşır, gəlir ora. Ona görə hesab edirəm ki, bax, bununla bağlı da bir mərkəzləşmiş şəkildə və eyni zamanda bu təlim proqramının Mərkəz Bankla, təbii ki, onlarla daha sıx ünsiyyətdə biz indi çalışırıq ki, o proqramı daha da belə də təkmilləşdirək. Çünki Mərkəz Bankda özü bu mövzuda müəyyən bir yanaşması var ki, sığorta agentinin bilikləri daha yüksək səviyyədə olmalıdır. Ona görə ora əlavə olunmuş mövzular var. Xüsusilə də məsələn qanunvericilik sənədlərindən, müxtəlif deyək ki, sığorta ilə bağlı dərsliklərdən, hətta sertifikasiya proqramlarından əlavələr olunubdur. Və hesab edirəm ki, bu da düzgün yanaşmadır. Nəyə görə? Çünki bundan öncə də qeyd edirik ki, agentin bilik səviyyəsi yüksək olmalıdır. Bu təlimlərlə bağlı hesab edirəm ki, yəni bir vahid bir təlim proqramı olmalıdır. Artıq mən hesab edirəm ki, o bura qədər olan müəyyən bir, deyək ki, pərakəndə şəkildə olan təlim proqramları və yaxud da kimlərinsə özünü fərdi şəkildə hazırlaşırdı. Bax, bu nəticəndə mən sizə dedim ki, keçid hal-hazırda bax, bu ilin nəticəsində daha aşağı düşübdür. Ona görə bax, bununla bağlı biz çalışırıq ki, bir vahid təlim proqramını artıq Mərkəz Bankla müəyyən danışıqlar gedir, o hazırlayaq, onu daha da təkmilləşdirək və əlbət ki, bax, bu olduqda hesab edirəm ki, artıq o imtahan nəticələri də daha ürəkaçan ola bilər. Bununla bağlı konkret iş aparırıq. Və eyni zamanda hesab edirəm ki, bax, bu
tədqiqatda da ortaya çıxdı ki, deməli, sığorta agentləri təkcə sığorta biliklərini deyil, eyni zamanda onların yumşaq vərdişlərlə bağlı da müxtəlif təlimlər olmalı. Ona görə bax bu istiqamətdə ola bilsin ki, təlim almaq və buna pul xərcləmək bütün agentlərin imkanı daxilində deyil. Məsələn, mən hesab edirəm ki, sığorta şirkətləri bir maraqlı tərəf olaraq öz agentləri ilə, yəni kimlər ki, həmin şirkətlərlə əməkdaşlıq edir, onlara bax bu daimi əsasda bu kimi təlimləri mütləq qaydada özlərinin xərcləri hesabına bu kimi təlimləri etməlidir və təbii ki, bax bu halda o sığorta agentlərinin bilik səviyyəsi, ümumiyyətlə peşəkarlıq səviyyəsi daha yüksək olacaq. Çünki müəyyən indi bizim vaxt çərçivəsində biz hər şeyi o tədqiqatda ortaya çıxan məsələlərlə bağlı müzakirə edə bilmirik. Orada təbii ki, hətta məsələn belə məsələlər var ki, müştəri ilə ünsiyyətdə bəzi hətta agentlər müştərini narazı sala bilir və müştəri məmnunluğu avtomatik düşür aşağı. Yəni bu da bir göstəricidir ki, biz maksimum çalışmalıyıq ki, təbii ki, sığorta şirkətlərinin imicini daha həmişə yüksək səviyyədə saxlayaq. Təbii ki, bir inam, etibar bu sığorta təmsilçisi olaraq, sığorta nümayəndəsi olaraq təbii ki, agentdən də gəlməlidir. Bu istiqamətdə də hesab edirəm ki, maraqlı tərəflər, yəni sığorta şirkətləridir. Onlar öz tədbirlərində, strategiyalarında agentlərin daha peşəkar yetişdirilməsi üçün müəyyən bir investisiyalar etməlidir. Yəni belə olmadığı halda təbii ki, biz indi fərqli aspektləri qeyd etdik inkişafla bağlı. Bax, bu da ən vacib məqamlardan biridir ki, sığorta şirkətini təmsil edən agentlər, onlar daha yüksək peşəkarlığa malik olmalıdır. Təkcə sığorta bilikləri yox, eyni zamanda müxtəlif bax, o yumuşaq vərdişlərlə bağlı, ünsiyyət bacarıqları, prezentasiya, təqdimat və bunlar hamısı təlim şəklində mütləq verilməlidir. Pərviz müəllim, agent peşəsi, sığorta agenti peşəsi bugün onu da deməliyik ki, çox vacib istiqamətlərdən biridir və bu peşəyə yəqin ki, maraq da o qədər az deyil. Yəni, hazırda bizi izləyən tamaşaçılar arasında da məhz bu peşəyə gəlmək istəyən, bu peşəyə sahib olmaq istəyən insanlar ola bilər. Gəlin onları maraqlandıracaq bir suala cavab axtaraq. Ümumiyyətlə, agent peşəsi aylıq olaraq bir insana, bir vətəndaşa nə qədər pul qazandıra bilir? Çox maraqlı sualdır. Mən öncə qeyd etdim ki, agentlər bunlar müstəqil fəaliyyət göstərən sahibkarlardır. Yəni, onların əlaqəsi sığorta şirkəti ilə bir əməkdaşlıq, tərəfdaşlıq deyək ki, çərçivəsindədir. Ancaq ki, bunlar ola bilər ki, öz həyatlarında təkcə fəaliyyəti, agent fəaliyyəti deyil. Məsələn, praktikada belə hallar çoxdur. Məsələn, kimsə hansı bir peşəkar işlə məşğuldur, amma paralel olaraq agent fəaliyyətində həyata keçirir. Oradan əlavə təbii ki, gəlirlər əldə edir. Bizim araşdırmada burada da maraqlı məqamlardan biri onların aylıq gəlirlərindən bağlıdır. Belə çıxır ki, məsələn, agentin orta aylıq gəliri təxminən 1000 manat civarındadır. Məsələn, 987 manatı belə bir orta rəqəm almışdır. Bu, yəni, bütün agentlər üçün tətbiq olunan bir təbii ki, rəqəm deyil. Agentlər var ki, onlar daha çox qazana bilirlər. Artıq onların illərlə formalaşmış bir müştəri portfeli varsa, məsələn, elə agentlər var ki, onlar 2000, 2500, 3000 və daha çox təbii ki, pul qazana bilərlər. Ona görə də burada məsələn, mən hesab edirəm ki, müstəqil fəaliyyət göstərən bir şəxs üçün kifayət qədər yaxşı bir qazanc məbləğidir. Ona görə də insanlar kim ki, agent fəaliyyətinə məşğul olmaq istəyir, yəni bunu paralel də edə bilərlər. Yəni mütləq deyil ki, siz ancaq ki, agent fəaliyyətinə məşğul olasınız. Ona görə də bu əlavə bir qazanc mənbəyi olaraq hesab edirəm ki, çox yaxşı bir fəaliyyət növüdür. Pərviz müəllim, ümumiyyətlə, bax, son olaraq bu tədqiqatın nəticəsi olaraq növbəti dövr üçün agent institutlarında müəyyənləşdirməli olan başlıca prioritet nə oldu? Ortaya çıxardığımız nəticələrə uyğun bizim tövsiyələrimiz təbii ki, oldu. Biz mütləq qaydada bunu sığorta şirkətlərinin rəhbərləri ilə müzakirə etdik. Sonra sığorta şirkətlərində satış menecerlərlə görüşdük, müzakirə etdik. Və burada təbii ki,
həm qısa müddətli görüləcək işlər, həm orta müddətli görüləcək işlər, eyni zamanda uzun müddətli görüləcək işlər var ki, bunları biz onlarla müzakirə etdik. Bundan öncə qeyd etdiyim kimi, agentlərin əlbət ki, deməli, agent şəbəkəsinin artırılması ilə bağlı birinci növbədə sığorta şirkətləri öz strategiyalarında buna uyğun tədbirləri mütləq etməlidirlər. Yəni, yeni agent nəslinin yetişdirilməsi, onların peşəkar səviyyədə təlimləndirilməsi, agentlərin düzgün motivasiya olunması, yəni bunlar çox vacib məsələlərdir. Və eyni zamanda sığorta şirkətləri bu agentlərin nə qədər ki, şəbəkəsini inkişaf etdirmək, yeni agentləri təbii ki, cəlb etməklə yanaşı, sığorta şirkətləri özləri kütləvi maarifləndirmək, kütləvi təbliğat işlərini etməlidirlər ki, dediyim kimi, agent satışa gəlməzdən öncə, müştəriyə yaxınlaşmazdan öncə, müştərinin müəyyən bir bununla bağlı deməli, məlumat olmalıdır. Eyni zamanda, məsələn, agentlər təklif edirlər ki, mütləq qaydada bir agentlərin özünün də birliyi olmalıdır. Yəni, necə ki, digər başqa fərqli peşə sahiblərinin birlikləri var, assosiasiyaları var. Yəni, onların problemlərini vaxtında orada qaldırmaq, onları həll etmək kimi bir ictimai birliyin olmasını kimi qeyd edirlər. Yəni, bax, bu da hesab edirəm ki, gündəmdədir. Təbii ki, qanunvericilikdə olan məsələlərlə bağlı qeydlər vardır ki, biz bunları tövsiyə olaraq qeyd etmişik, xüsusilə də komissiyalarla bağlı və yaxud da ki, icbari sığortalarda nəzarət mexanizmlərinə bağlı təbii ki, bax, bu gündəmdə olan məsələlərdir. Agentlərə uyğun bir CRM sisteminin yaradılması, halbuki, məsələn, bu günləri belə bir sistem yoxdur. Yəni, bu bilirsiniz ki, ümumiyyətlə, satış strukturunda çox vacibdir ki, müştəri yönümlü satışın aparılması üçün CRM sistemi, yəni bu çox vacib məsələdir. Və bax, bu kimi məsələlər dediyim kimi qısa, orta və uzun müddətdə olan strategiyalarda öz əksini tapmalıdır. Və hesab edirəm ki, şirkətlərin necə ki, öz biznes strategiyalarında fərqli sahələri inkişaf etdirmək üçün, bazar payını artırmaq, ümumi satışları artırmaq kimi məsələlərdən yanaşı, satış kanalı olaraq agent şəbəkəsinin deməli, genişləndirilməsi onların birbaşa strategiyasında öz əksini tapmalıdır. Ona görə də biz buna nail olmaq istəyiriksə, yaxşı nəticələr əldə etmək istəyiriksə, hər bir şirkətin strategiyasında bununla bağlı biz tədbirləri görməliyik. Yəni, belə olmadığı halda təbii ki, o satışlar da artmayacaqdır. Yəni, agent şəbəkəsindən gələn, eyni zamanda yeni agentlərin yetişdirilməsi də ləngiyəcəkdir. Bax, bunlar hesab edirəm ki, bu günləri ən vacib, yəni sığorta cəmiyyətinə veriləcək mesajlardır ki, mütləq bunlar strateji bir addımlar kimi nəzərə alınmalıdır və əməl olunmalıdır. Pərviz müəllim, çox sağ olun, maraqlı məlumatlar verdiniz və çox maraqlı bir tədqiqat da aparmısınız bu sahədə. Təşəkkür edirəm sizə verilişimizdə iştirak etdiyiniz üçün. Çox sağ olun, sizə də təşəkkür edirəm dəvətiniz üçün. Eyni zamanda sığorta təbliğatında gördüyünüz işlərə görə böyük təşəkkürlər. Çox sağ olun. Belə hörmətli tamaşaçılar, sığortalı dostluq izləyirdiniz. Bugün ölkəmizdə sığorta sektoru davamlı və dayanıqlı əsaslarla inkişaf edir və böyüyür. Bu inkişaf və böyümədə sığorta agentlərinin rolu da danılmazdır. Müzakirələrimizdən aydın oldu ki, Sığorta Agenti İnstitutunun daha da təkmil inkişafı ümumi sektorun inkişafına bir qədər də töhfə verəcək. Əziz izləyicilər, siz də sığortalanmağı unutmayın. İnanın ki, həyat sığorta ilə rahatdır.